Bayaq qeyd etdiyimiz ayələrdə də Allah Taala özünə şükr etməklə yanaşı, valideynə şükr etməyi də tövsiyə edirsə, demək gündə insan 5 dəfə Allaha ən azından ibadət edib namaz qılırsa, bir 5 dəfə olmasa 3 dəfə də öz valideynini yadına salmalıdır. Deməli, bu da bir ilahi əmrdir. Və burada mən bir hədis qeyd etmək istəyirəm. İmam Cəfər Sadiqdən bir buyruq var. Qeyd edir ki, valideynə yaxşılıq etmək odur ki, onlarla gözəl davranasan və ehtiyacları olduğunu dilə gətirmədən öncə onları təmin edəsən. Yəni, gözləməyəsən ki, valideyn sənə zəng vursun, çağırsın, hansısa nəyisə səndən istəsin, tələb etsin, yox. Yəni ki, onu gözləmədən, o səndən nəyisə istəmədən sən valideynin ehtiyaclarını təmin eləmir. Bir nümunə deyim sizə, 2012-ci ildə Səudiyyə Ərəbistanının Əl-Qasim şəhərində belə bir hadisə baş veribdi. 100 yaşlı anasının 2 övladı məhkəməyə müraciət ediblər. Anaya baxmaq üstündə ki, qazı, yəni məhkəmə bunu aydınlaşdırsın ki, burada övladlar ixtilaf eləyib. Biri deyib, mənim yanımda qalmalıdır, fəzilət qazanmaq üçün, savab qazanmaq üçün. İndi Allah göstərməsin, bəzi adamlar mülk üstündə anasını, dədəsini məhkəməyə verir. Ancaq görün ki, belə nümunələr də var dünyada.